Salam əziz abituriyentlər və müəllimlər. Bu gündən etibarən hər gün 10 ədəd tarix sualının izahi videolarını paylaşacağam. Hər kəsə uğurlar arzulayıram. Birinci sualla başlayaq. Azərbaycanda ata xaqanlığı dövrünə aid olmayan əlamətləri müəyyən edin. Bu sualı həll eləməkdən ötürü bilməliyik ki, Azərbaycanda ibtidai icma quruluşu iki dövrə bölünmüşdür. Ata xaqanlığı və ana xaqanlığı dövrlərinə. Ana xaqanlığı dövrü üst paleolit dövründən başlamış və eneolit dövrünə, mis-daş dövrünə qədər davam eləmişdir. Ata xaqanlığı dövrü isə erkən tunç dövründə başlamışdır. Biz bu sualda ata xaqanlığı dövrünə aid olmayan məsələləri soruşduğuna görə, yəni əslində ana xaqanlığı dövrünə aid olanları tapmalıyıq. Başlayaq. Əhalinin dağlıq və dağətəyi zonalarda məskunlaşması. Bildiyimizə görə bu erkən tunç dövrünə aiddir. Yəni tunç dövrü bayaq da vurğuladığım kimi ata xaqanlığı dövrünə aiddir. Sual isə bizdən aid olmayanları soruşduğuna görə biri çıxırıq. Metaldan istifadə olunmağa başlanması. Azərbaycanda ilk istifadə olunan metal bildiyiniz üzrə misdir. Misdən istifadə olunması isə eneolit dövrünə, yəni ana xaqanlığı dövrünə aiddir. Bizdə sualda ata xaqanlığı dövrünə aid olmayanı soruşduğuna görə içini götürürük. Köçmə yaylaq maldarlığının meydana gəlməsi erkən tunç dövrünə aiddir. Bu da yenə erkən tunç dövrdə ata xaqanlığına aid olduğu üçün bunu da çıxırıq. İlk heyvanların əhilləşdirilməyə başlanması. Bildiyimiz üzrə ilk heyvanların əhilləşdirilməyə başlanması mezolit dövrünə aiddir. Yəni ox və kamanın ixtirası ilə birlikdə başlanmışdır. Yəni ibtidai maldarlığın əsası qoyulmuşdur. Buna görə mezolit dövrü üst paleolit və eneolit dövrləri arasındakı dövrə uyğun olduğuna görə ana xaqanlığı dövrünə aiddir və biz bunu götürürük. Çünki sual bizdən ata xaqanlığı dövrünə aid olmayan əlamətləri soruşur. Beşinciyə baxaq, böyük tayfa ittifaqlarının, böyük tayfa birliklərinin yaranması. Bu isə yenə tunç dövrünə aiddir. Tunç dövrünə aid olduğu üçün isə ata xaqanlığı dövrünə aid olur və beləliklə biz 5-i də götürməyəcəyik. Düzgün cavab 2, 4, yəni A variantı. İkinci sual, insanların ilk dəfə metalla tanış olduğu dövrə aiddir. İnsanlar ilk dəfə metalla bayaq da vurğuladığım kimi eneolit dövründə, yəni mis-daş dövründə tanış olmuşdur. Baxaq, ulu icma qəbili icması ilə əvəz olundu. Bu səhv fikirdir. Çünki ulu icma qəbili icması ilə üst paleolit dövründə əvəz olunmuşdur və o dövrdə insanlar metalla tanış deyildi. Köçmə yaylaq maldarlığı meydana gəlməsi, yəni yarandı. Bu da səhv fikirdir. Niyə? Çünki köçmə maldarlıq bayaq da vurğuladığım kimi tunç dövründə yaranmışdı. Amma insanlar, düzdür, tunç dövründə də insanlar metalla tanış olurlar. Tunç da bir metaldır, amma sual bizdən ilk dəfə metalla tanış olduğunu soruşduğuna görə biz eneolit dövrünə aid olan hadisəni seçəcəyik. Bəzən abituriyentlər insanların ilk dəfə metalla tanış olmasını tunç dövrü kimi fikirləşirlər, amma əslində elə deyil. İnsanlar ilk dəfə Azərbaycanda metalla eneolit dövründə mislə tanış olublar. Sadəcə mis xarakter olaraq kövrək, yumuşaq bir material olduğuna görə o dövrdə yenə əmək alətlərinin çoxu daşdan hazırlanırdı. Çaxmaq daşı və dəvə gözündən alətlərin hazırlanması. Bu düzgün cavabdır. Çünki biz dedik ki, çaxmaq daşından əmək alətləri hələ Azıq mağarasından, yəni paleolit dövründən var və paleolit dövründə olduğuna görə eneolit dövründə də hazırlanır. Əgər bu sualda hazırlanmağa başladı desəydi, onda bu səhv olardı. Amma hazırlanırdı dediyi üçün paleolit dövründə də hazırlanırdı, eneolit dövründə də hazırlanırdı. Yenə də əmin olmaq üçün digər variantlara da baxaq. İnsanlar suyunu od əldə edirlər. Bu paleolit dövrünə aiddir. Biz bunu götürə bilmərik. İnsanlar Quruçay vadisində yaşamağa başladılar. Bu da yenə paleolit dövrünə aid olduğuna görə bunu götürə bilmərik. Üçüncü sual ümumi tarix sualı. Şumer tayfalarının Mesopotamiyaya axını baş vermişdir. Bu sual biraz əzbərə dayalı bir sualdır. Yəni hər hansı bir səbəb-nəticə əlaqələri yoxdur. Sadəcə Şumer tayfalarının Mesopotamiya, yəni iki çay arasına nə zaman məskunlaşdığını tapmaq lazımdır. Yadımıza salaq. Şumerlər bildiyimiz üzrə Mesopotamiyanın yerli sakinləri olmayıblar. Onlar bu əraziyə neolit dövründə, təxminən eramızdan əvvəl 7-ci, 6-cı minilliklərdə Mərkəzi Asiya və Daltay dağlarının ətəklərindən köçmüşdülər. Deməli, bu sualın cavabı neolit dövrü eramızdan əvvəl 7-ci, 6-cı minilliklər olduğuna görə Y variantıdır. Dördüncü suala baxaq. Qədim Misir tarixinə aid deyil.
Yenə ümumi tarix sualı. Fironun ən yaxın köməkçisi saat adlanır. Düzgün fikirdir. Amma biz səhv fikir axtardığımıza görə bunu çıxardırıq. Çünki biz dedik ki, qeyri-məhdud hakimiyyətə malik hökmdar adlanan Fironun ən yaxın köməkçisi ali məmur, yəni Çati idi. Firon onu əsasən öz övladlarından seçirdi və geniş səlahiyyətləri var idi onun. Deməli, bu düzgün fikir olduğuna görə bunu çıxardırıq. B variantına baxaq. Nubiyadan qızıl, Sina yarımadasından isə Misrə mis gətirilirdi. Bu da düzgün cavabdır. Bunu da çıxardırıq. C variantına baxaq. 3-cü Tutmosdan başlayaraq Fironlar gizli qayaltı Sərdabədə dəfn olunurdular. Aha, bu yanlış fikirdir. Deməli, bizim sualımızın cavabı budur. Çünki bizdən aid olmayanı, yəni yanlış fikri soruşur. İndi buradakı yanlışı düzəldək. Biz dedik ki, Misir tarixində 1-ci Tutmosun dövründən başlayaraq Fironlar piramidada deyil, gizli qayaltı Sərdabədə dəfn olunurdular. Yəni burada yeni şahlıq dövrünün hökmdarı olan 3-cü Tutmos deyil, yenə yeni şahlıq dövrünün hökmdarı olan 1-ci Tutmos olmalıydı. Əlavə məlumat üçün deyə bilərik ki, Misir tarixində Misirlilərin tikdiyi ən zəngin Sərdabə də məhz Firon Tutanhamonun sərdabəsi hesab olunur. Yenə də dəqiqləşdirmək üçün o biri variantlara baxaq. Eramızdan əvvəl 2-ci minillikdə yeni paytaxt Fif şəhəri oldu. Bu düzgün cavabdır. Çünki biz dedik ki, yəni düzgün fikirdir, üzr istəyirəm. Çünki biz bilirik ki, Misirin ilk paytaxtı Memfis, sonra isə eramızdan əvvəl 2-ci minillikdə Fivə köçürülmüşdü. Deməli, bu da çıxarılır. Son variant olan Y variantında deyir ki, ilk zamanlar Misirdə 40 ədəd nom var idi. Biz bilirik ki, nomlar dövlət qurumu və ya təşkilat adlanırdı və ən qədim zamanlarda Misirdə Nil çayı ətrafındakı münbit torpaqlarda məhz 40 ədəd nom var idi. Yəni, Misir vahid dövlət halda birləşməmişdən əvvəl Misirdə nomlar var idi və onların sayı 40-a çatırdı. Əlavə məlumat üçün deyə bilərik ki, nomlara aid idi Nil vadisinin əkinçi və maldar tayfalarının birləşməsi nəticəsində yaranmışdı. Hər bir nomun özünün ayrıcı hökmdarı, dili, tanrısı və s. var idi. Nomlar müdafiə divarları ilə əhatə olunmuşdu və s. 5-ci sual xronoloji ardıcıllıq sualı. Xronoloji ardıcıllıq sualında biz bilirik ki, əvvəlcə variantlarda verilən hadisələrin tarixlərini, dövrlərini müəyyənləşdirməliyik. Daha sonra isə onları azalandan, yəni ilk olan hadisədən son olan hadisəyə doğru sıralamalıyıq. Xış əkinçiliyinin yaranması biz bilirik ki, xış əkinçiliyi Tunc dövrünə aiddir, yəni erkən Tunc dövrü. Toxa əkinçiliyinin yaranması Toxanın özü bilirik ki, Neolit dövründə yaranmışdı. Amma Azərbaycanda toxa əkinçiliyi adlandırdığımız dövr Eneolit dövrünə təsadüf eləyir. Yəni Neolit və Eneolit dövrləri arası kimi bunu götürə bilərik. Toxa əkinçiliyi isə o deməkdir ki, yəni torpaq toxa ilə yumşaldıldığı üçün toxa əkinçiliyi, həmçinin xış əkinçiliyində də torpağın xış ilə yumşaldılmasına görə xış əkinçiliyi adlandırılır. Ox və kamanın kəşfi biz bilirik ki, mezolit, yəni orta daş dövrünə aid olmuşdur. Orta daş dövrü. Təbii qüvvələrə inamın yaranması isə qədim daş dövrü, yəni paleolit dövrünə aid olmuşdur. İndi biz burada sıralasaq, ən qədim hadisə paleolit dövrü, təbii qüvvələrə inamın yaranması, sonra ox və kamanın kəşfi mezolit dövrü, sonra toxa əkinçiliyinin yaranması eneolit dövrü, ən son xış əkinçiliyi Tunc dövrü olduğuna görə bizim düzgün cavabımız 4, 3, 2, 1 şəklində olacaq. Yəni burada düzgün cavab Y variantıdır. 6-cı sual yenidən Misir tarixi ilə bağlı, qədim, yəni ümumi tarixlə bağlı bir sual. 6-cı sualda deyir ki, 2-ci Ramzes haqqında verilmiş fikirlərdən biri yanlışdır. Yəni biz yanlış, yəni Ramzesə aid olmayan fikri tapacağıq. Biz bilirik ki, Misir dövlətçilik tarixi 3 dövrə bölünür. Qədim, orta və yeni şahlıq dövrləri. 2-ci Ramzes isə yeni şahlıq dövrünün hökmdarıdır. Yeni şahlıq dövrü burada qeyd için yazım. Yeni şahlıq dövrü Misirdə 16-11-ci əsrləri əhatə eləyir. 2-ci Ramzesin hakimiyyəti dövrü isə təxminən eramızdan əvvəl 13-cü əsrdir. Yəni eramızdan əvvəldir yeni şahlıq dövrü. 13-cü əsr. İndi baxaq. İlk beynəlxalq müqavilənin imzalanması. Biz bilirik ki, Ramzesin dövründə eramızdan əvvəl 13-cü əsrin əvvəllərində, yəni daha dəqiq desək 1200 eramızdan əvvəl 1286-cı ildə
İlk beynəlxalq müqavilə hesab edilən Kadeş müqaviləsi imzalanmışdı Hitlerlə Misir arasında. Deməli, bu düzgün cavab olduğuna görə, yəni düzgün fikir olduğuna görə bunu çıxardırıq. Eramızdan əvvəl 23-cü əsrdə hakimiyyətdə olması. Aha, bu səhv cavabdır. Niyə? Çünki indicə vurğuladım ki, Ramzes, 2-ci Ramzes eramızdan əvvəl 13-cü əsrdə hakimiyyətdə olmuşdur. Ona görə bu səhv cavabdır. Yenə də əmin olmaq üçün digər variantlara tez qısaca baxaq. Hitlerlə mübarizənin aparılması bu aiddir. Niyə? Çünki ilk beynəlxalq müqaviləni məhz Hitlerlə imzalamışdır. Hətta bu müqavilə nəticəsində Suriya Hitlerlə Misirin arasında bölünmüşdür. Suriyanın cənubu Misirə tabe edilmişdir. Ölkədə quruculuq işlərinin aparılması bu da düzgün fikirdir. Çünki 2-ci Ramzesin dövründə ölkədə geniş quruculuq tədbirləri həyata keçirdi. Misirdə, Nubiyada böyük sərdabələr, saraylar tikildi. Hətta Nubiyada məbəddə 24 metrlik heykəl quruldu. Həmçinin Misirin sərhədlərinin genişlənməsi də 2-ci Ramzesin dövründə oldu. Çünki biz dedik ki, Fələstin, Finikiya, Suriyanın cənubu yenidən Misirə birləşdirilir və bu zaman nə olur? Ölkənin sərhədləri genişləndirilmiş olur. 7-ci sual. Lullubilər ölkəsi adlandırılmışdır. Bu sual Manna tarixinə aiddir. Manna dövlətinin tarixinə. Biz bilirik ki, Manna Azərbaycanın cənubunda Urmiya gölü hövzəsində yaranmış ən qədim ilk Azərbaycan dövlətidir. O zaman Mannanın ərazisi bir neçə vilayətlərə bölünürdü. O vilayətlərdən biri ki, həm ən genişi idi, həm də əvvəllər Lullubilər yaşadığına görə oraya Lullubilərin ölkəsi deyirdilər. Həmin vilayət məhz Zamua vilayəti adlandırılmışdır. Zamua Manna dövlətində Lullubilər ölkəsi adlandırılırdı. 8-ci sual. Atropatena və Parfiya Yunan Makedoniya istilaçılarının varisi kimi baxırdı. Aha, biz bilirik ki, Atropatena və Parfiya Roma dövlətinə qarşı birgə mübarizə üçün anlaşma, müttəfiqlik münasibətləri qurmuşdular. Və onların ikisi də Roma dövlətinə Yunan Makedoniya istilaçılarının varisi kimi baxırdılar və məhz Romaya istilaçı gözü ilə baxdıqlarına görə bir yerdə Romaya qarşı hərəkət edirdilər. Yəni, qısaca desək, bu sualın cavabı B variantı Roma dövləti olmuşdur. Son olaraq 9-cu və 10-cu suallar. 9-cu sual eramızdan əvvəl 36-cı ildə Antoninin şərqə böyük yürüyüşü zamanı Albaniya hökmdarı aşağıdakılardan hansı idi? Biz bilirik ki, eramızdan əvvəl 36-cı ildə Antoni şərqə böyük yürüyüş təşkil edir. Bu zaman öz sərkərdəsi Kanidini, bura qeyd edək, Kanidini Albaniya ərazisinə yürüşə göndərir. Və bu yürüyüş zamanı Albaniyanın hökmdarı Zober olmuşdur. Kozis və Orois bu dövrə aid deyil. Kozis və Orois 66-65-ci il döyüşlərinə aiddir. Ümumiyyətlə, Kozis Albaniyanın hökmdarı olmamışdır. Hökmdar Oroisin qardaşı olmuşdur. Tiberi Albaniya hökmdarı deyil. Artabas da həmçinin Albaniya hökmdarı deyil. Atropatena dövlətinin hökmdarı olmuşdur. 10-cu sualda yenə 9-cu sualdan əlaqəlidir. Yenə həmin yürüşü nəzərdə tutur. Bu yürüş zamanı İberiya hökmdarı kimi Alban hökmdarı Zoberdən neynədi? İndi onu tapaq. Onu tapmaqdan ötürü biz Kanidinin həmin bu yürüşünün nəticələrini yadımıza salmalıyıq. Yadımıza salaq. Dedik ki, bu zaman ağır döyüş baş verdi. Albaniya hökmdarı Zober məğlub olaraq İberiya hökmdarı kimi Romaya sadiq qalacağına və müttəfiq kimi hərəkət eləyəcəyinə söz verdi. İndi baxaq, Roma üzərində qələbə qazandı. Bu səhv fikirdir. Parfiya ilə dostluq əlaqələri yaratdı. Alanların yürüşü zamanı ittifaq oldular. Bunların mövzuya aidiyyatı yoxdur. Həmçinin Y variantı Parfiya ilə mübarizədə Atropatenaya yardım etdi. Bunun da mövzuya aidiyyatı yoxdur. Burada düzgün cavab D variantı. Vurğuladığımız kimi Romanın müttəfiqi kimi hərəkət edəcəyinə və ona sadiq qalacağına söz verdi. Beləliklə, bu gün nəzərdə tutduğumuz 10 sual nəzərdən keçirtdik. Növbəti videolarda görüşənə qədər.